O da Humay olsun. Problem deyil. Üçünüzdən də görüşəcəm sizdə. Sabah qoy gedim bir bərdəyə. Səbirli olun. E, 1600 nəfər ekrandadır hal-hazırda bizə izləyir də. Yəni burada ekran bəyənmələri də sıfırdır sadəcə. Ümid, deyirsən Aslan düzdür da. Aslan nə, sən yanımdaydın. Sən məni aklamışdın başımı tutmağa. Hə? Utanmırsan sən. Xumayın 20 yaşı var. Deyir Xumayın 20 yaşı var. Hə, nə? Ay Allah, mənim də 18 yaşım var. Hə, qarşı 18 yaşım var. Mən qələt eləyərəm, Star. Prosto mən o qırğımı nə eləyirəm? Mənim adımı çəkməsin. Niyə çəkirim? Mən başqa yer, mən məsəl üçün canlı açanda deyirəm, kimsənin adını hallandıram. Onlar da mənim adımı hallandırmasın. Çəkməsin. Mən istəmirəm mənim adımı hallansın. Mənim adımı kimsə hallandıra bilər öz canlısında, yaxşı mənada. Pis mənada heç kəs mənim adımı hallandıra bilməz. Bəhsdirin da yetər. Ölürəm ta. Bu söz söhbət deyil. Mənim başımdan bir tükəyə sözə. Mənim valideynlərimə heç biriniz cavab verə bilməyəcəksiniz. Ne yazmışsan? Yazıb ki, Aygün yaxşı. İnci yazıb ki, Aygün yaxşı qızdır, ürəyi təmizdir. Sənin üçün yaxşı. Aliyev, bir dənə biri mənə yazıb. Aliyeva mən birinci tanımıram. Yazıb Ozan kəsdiyin çörəkdən utan. Nə çörək? Sən kimsiz məsələdən məsələn? Aslanız arvadı. Toy eləyən. Aliyeva bilmirsən kimdir? Bildim. Murad yazıbdı ki, gəl qız uşağı olun. Bildim. Nə kəsdiyin çörəkdən utan deyəndə nə varmış o burada? Neynədir? Nəsə bir dənə sözdür. Sağ olun, cebiniz dağ olsun. Qardaşlar, var olun, hörmətli olun. Dondum. Sən haqqında nəsə dedi, nəsə cəmaət deyir burada mehriban, bu deyir ki şeydir. Bax bizim millət belədir. Yaxşı tərəfini saxlayanda pis kimi qəbul eləyir. Gələ pis deyəsən olasan yaxşı. Mən nə dedim? Burada mən nəsə dediyim inşallah kimsə eşitdi, mən nəsə dedim o haqqında. İddədə bizim cəmaət bəzilər. Dostlar, takip edənlərin hamısını çıxanda takip edəcəm. Bəziləriniz var ki, özəl səhifədəsiz. Özəl səhifəni takip edə bilmirəm belə. Amma çıxan kimi... Ay pozğun qadınlar. Bəhsdirin də. Yanırsınız, tökülürsünüz. Niyə burada 2 dənə kişi var? Bəhsdir də ta. Mən atma. Nə lazımdır? Nə salma ortaya, arzu. Nə sən nənənin canı salma ortaya. Mən zibilə salma. Mən elə şeydən də başım çıxmır. Nə salma, canımı salma. 24 yaşa gəlib çıxmışam, elə pozğun işlərdən uzaqam. Mən təmiz həqiqətən ev oğlanıyam, heç kəs mənə şərləyənməz. Mən də pakam. Özüm verim. Siqaret çəkməyən, ispirtli alkoqol tanımayan, bağanda ol Allaha. Ay gör mən tanıyıram, mənim adımda alkaş qoyublar. Ay yox, ona görə demirəm, özümə görə deyirəm. Ya öz yerimə danışıram, onda vallahi həqiqətən. Sizə ant verəm Allaha. Baba, qadınlar qadınlarına abiyini saxlayır. Oğlanlar da oğlanlara. Məba, Rəşad Şıxaliyev. Ozan, sən iki tərəfli oynama. Aygün başqa danışır. Aygünə nə danışırdın? Bax, yaxşı qaqa nə danışırım? Qalx görüm nə danışırdım. Qalx. Parta-parta getdirlər, vallahi. Yox, qulaq asın, Ozan universal. Arzu, mənə motivə edənən, burada artıq əsiri yazanları şeydir. Verim də Akış. Bax, haçan canlı açsam yanımda olar. Bax, mən gəzmiyim. Bax, Allaha başdır. Bax, mod verənlərimi hamısını çıxartmışam. Çünki yanımda olmuyorlar. Mən heç kəsin vəkili deyirəm, qulaq as. O qız yazmışsan, mən heç kəsin vəkili deyirəm, bu bir. İkincisi qaldı ki, mən düzün tərəfdərəm. Kim düzün onun tərəf istəyir, onun yerinə kimsə olsa, Arzu olmasın, Aygün olsun. Aygün olmasın, Əlməmməd olsun, Gülməmməd olsun, Tirməmməd olsun. Ozan olmur, Pozan olsun. Fərq eləməz. Mən yenə də mən düzün tərəfindəyəm. Kimsə heç kəs deyə bilməz ki, ən azından heç kəs qalxıb başa düşdün. Yalandan orada püləməyim. Bir üzün bir kıçı buradadır, bir kıçı o yanda. Yalandan ara qızışdırım onu. Nə də ki Aygünü nə Arzunu, nə Aygünü heç vaxt deyəməz ki, mən sözüm olsa Arzunun üzünə deyirəm, Aygünün üzünə deyirəm. Yazıb ki, az dişin hanı? Dişim birin 3-cü günü qoyulacaq, narahat olmayın. Onda güləndə görəcəksiniz. 3-cü günü dişim qoyulacaq, səbirli olun. Hayda. Rəşad,
Bir dənə başlığa dönüm qaqa. Akoş bir dənə başlığa dönərəm. Sən iki tərəfli oynama. Kişi qadının söhbət aparmaz. Qulaq as. Birinci mən bunları tanıyıram belə. Qaldı ki iki tərəfli nə eləm? O birisi də yazıb ki, Ozan bekarsan, narahat olma. Mən bekaramsa mənim yerimə narahat olma. Vermişəm mod. Mod verim istədim adama vermişəm. Mod hamıya verirəm, sonra da yanımda olmurlar. Başa düşdün? Ona görə də vermişəm. Gedim telefon. Belə də ki, kiməsə isti soyuqluğu yoxdur. Kiməsə isti soyuqluğu yoxdur. Kimin sözü var? Direktə gəlsin, yazsın sözümüzü deyə. Yalanlarla hamı girib şeyin arxasında kişiləşmir. Ay Rəşad, nə deyirsən, niyə demirik? Akoş, niyə demirik? Nə deyirsən, niyə demirik? Başa düşmədim. Üşüdüm. Ozan, evlən başın qarışsın. Yaxşı, sən narahat olma, evlənəcəm. Evlənəcəm, narahat olma. Mən yerimə narahat olma, qaqa. Mən danışığımda Heç nə var? narahat olma, qardaşım. Belə danışıram da, mən takip et. Məni takip et. Akoş, sən moderatorsan, bu xəyala Yusufin 100 makyaj, 25 akiyaj. Etmişim buna. Etdim ürəyim. Start etdim. Mən qəşət çəki, iri planda çəkki, qəşət düşüm. Ali, heç Allah hamd olsun, onun əsəbləşmirəm. Quran hamd olsun, heç vecimə də deyil. Bilsən nəyə görə vecimə deyil? Bu yazanlar var ha. Real həyatda heç adamla üzbəz gəlməyən insanlardır. Əgər sözü olanda ki, şükür Allaha nə zamanəsidir. Deyəcəm, gözlə bizə də gör. Siz narahat olun. Arzu, bir dənə şey yazın, mənə də moderatoru ver, sən Allah. Bunlar şey, bu pişik balası kimi tökülürlər bura. Verdimsə, yazdım bura. Esin inirəm ki, buradan verirəm də, üstünə tökün məsələ basıram, mod verə bilirəm. Eyləmə olur, həbsi o. Deyəcəm. Ay Ozan, İlqar Bu sənin kim bir şey deyir, Arzu zavod dişini düzəltdirirsən? Yox, Pekarni dişini düzəltdirir. Məzəsiz, Quran haqqı. Arzun daşı düşsün deyib başınıza İraq yaxşılardan. Nə istəyirsiniz məndən? Qoqqadır da, qiyamət qopartmaq istəyir Arzu. Abla, evinə gəlmişəm, qardaşını almışam, ərini almışam. Nə istəyirsiniz məndən? Məndən nə istəyirsiniz? Saçımı işte aramışam ki. Yazıbdır ki, Arzu qoşulun şəhid anasının müsafirinə. Şəhid anasının? Ay Bir nəfər başqa. yazıbdır bura. Sonra. Ozan yetlimdən nə istəyir? Valla bilmirəm, bunlar məndən nə istəyir? Şəhid ailəsini bilmirəm, Yağın ki- mən takip atıbdır. Mən heç nə başa düşmədim, Arzu, nişanı nə oldu? Ay başınıza dönüm, nişan olanda sizə deyəcəm də o. Yazıbdır ki, Arzu ağıllı ol, heç kimə fikir vermə. Yaxşı, başdı. Ay Allah, bu nə da, bunlar nə da? Elə bir ki, Ada bana Bunlar- yazdı. qaqa, bunlar bizi necə görürlər? Arzuzadır. Bunlar bizi elə bilə ki, Kitay kimi görürlər. Bir də hamısı ölkədən gəlmiş kimi görür. Bunlar bizi şeytan kimi görürlər bəziləri. Ay Allah, bu nə gündədir? Sən dəsən şeydir, qaranlıq ölkədəsən. Getdin bayra. Yazıb ay Allah, bunlar nə gündədir? Biz kölgədəyik, gündədir. Gənci Salam deyil. Arzu, necəsən? Arzu. Harda işləyirsən? Mən dedim axı. Dedim də harda işlədiyimi. Ay, narahat olmayın, sizi də gəlin. Bəlkə gəlin maşın mənim, yox, ona çatmayacağım. Mən 3 aya götürəcəm maşın. Deyəcəm gəlin maşın mənim. Aslan, hə? Qoca nə yazır? Akoş da pisləri oxuyur. Yox, yaxşıları oxumalıyam. Pislər də ağzına gələni zıflamalıdır da. Salam aleykum, aleykum salam, xoş gəlibsiz. Ağlasın. Yox, köçməmişim. Mən Patruqam gilə gəlmişəm. 2 gündür buradayım. Sabah gedirəm, Gülsün Bakıda olacağım həkimdə. Həkim az öncə bayaqdan patrap yazırdım ha. Prosta canlıda olduğum üçün cavab verə bilmədim. Səsi bağlayıram, oxuyuram. Çox üzr istəyirəm. Səsi bağlayıram, oxuyuram. Gəlləm, inşallah. Bir dənə gəlləm, bir dənə səbirli olun. Kimlə artıq əski yazsınız, atacağım. Səsi bağlayıram amma. Hə, bağla, mən də çölə çıxıb gəldim, yaxşı dostlar. Buradakı Arzu Samir necə oldu? Cəmaatın adını çəkməyin də, ay Allah, indi keçdilər ona.
Bu çoxdan bağlandı. Heç. Koş buralarda ol. Mən gedirəm çölə çıxam gələm. Yaxşı. Belə qoyum, cəmaət birdən keçər. Koş belə qoyuram daşa divara. Bax. Narahat olma. Ay döndüm. Ne oldu be? Ne? Ay bana çiçek hoş gelmişsin be. Necesin? Görsən dostlar kök gəlmişəm. Bu nə sual var da insanlara, gözəl insanlara başlıca diyorum. Ora harada xoruz banlayır. Bax xoruz banlayır, bildim başa düşdüm. Deyir siz niyə banlayır? Gedin xoruzdan soruşun niyə banlayırsan ay xoruz? Çok sağ ol, teşekkür ederim hediyeniz için var olasınız. Allah razı olsun. Arzu xanım siz Gəncədəsiniz? Yaxında. Yaxşıyam ürəyim, sən necəsin? Yaman üşüdürəm, mən qanım azlığım var, çox üşüdürəm. Necəsən bacı? Yaxşıyam Yasmina, sən necəsən? Hə bacı üşüdürəm, qalın görmürsən? Yaman üşüdürəm. Məndə qan azlığı var, ev üstü olanda da üşüdürəm. Hayır yoxdur. Xəstələmişəm zaten.
Sağ ol. Sən yaxşı ol. Mən də yaxşıyam Yasmira. Sən necəsən? Gənə keçdi yeganə Asmanı. Ay bala nə istəyirsiniz məndən? Asman əlindən getdi. Görmən Zəhmət olmasa burada dinləyin məni. Aslanın adını kimsə çəkəcəksə atacağım ya spama ya da ki səssiz alacağım. Bax blok edəcəm. Zəhmət olmasa Aslanın adını çəkməyin. Bakı istidir. Tək həmişə elə isti olsun. iç. Anladım. Onun ketin düşürdü. Zıxım anladım. Oldu. Buraya gəncə. Yaxında canım qutardın. Neyse sevirsiniz. Xanımla mənim aramda olan məsafə 15 dəqiqəlıq yoldur. Gəncə ilə Göygölün arasında heç elə belə uzun yol deyil də. 15 dəqiqəlıq yoldur. Olur yallah. Haradasın Arzu? Gəncədə. Salam Arzu. Salam. Cənnət mələyi. Çox sağ ol İsmail. Allah köməyində olsun. Kazımova. Muxbir. Köhnə işimə qayıtmışam. Muxbir. Ay Allah, onu da yazır. Kim gevləsən, hardasan, nə tərsən? Nə qədər canlaşmıram mən. İnşallah Üzr Allah köməyində olsun. Ay Gülşən xanım, sənə qurban mənim nə işimə qalıb? Kim mehribanlaşıb, kim mehribanlaşmayıb? Qadanam, əsirəm yüzümü. Bayaq biraz səsləndim mi, əsirəm. Əlim ayağım əsir. Padurqam dediyim. Əlbəttə ki, anamın çörəyini yeyirəm. İşləyirəm su pərisi, valla. Ay Allah, indi keçdi Türkiyə. Saçım qaynaqdır. Yox, müxbir nə deməkdir bilmirəm. Sən bir dənə biləm. Ha, örgətdən nə deməkdir müxbir? Xahiş edirəm, gəlib burada ağzınızla gələn giz-giz sözlər yazmayın. Üçüncü günə qoyulacaq dişlərim, ay Allah. Salam ailəşək, salam. Mən xoş qədəmdə olmamışam, Orxan. Zar Bağça ilə verişində olmuşam. İnşallah çıxacağım, çəkilişlərim olub da. Çağırsala çıxacağım. Hə, mələk, dişə də fikir verirlər, neyim? Hə, xəstələnmişəm. Diş nədir ki, burada xoruz banladı, xoruzun səsinə də belə fikir verirlər. Burada bala saat diş 4 yox deyil xoruzun banlamağına. Burada heç saat 4 deyil ki, xoruz banlasın. Hə, halaldır Arzu. Xeyli ağıllamısın. Çox sağ ol, təşəkkür edirəm. Arzu, haradasan? Gəncə. Hə, vallah. Mələk, Allah canı sağ eləsin. Mən əməliyyat oldum, quzum.
Gülşən xanım, vaxt var idi, sən də mənə ağzına gələni yazırdın. Niyə görürsən, necə haqqa, ədalətə gəlmisən. Sən də mənə pis-pis söyüşlər yazırdın. Vallahi. Mən əməliyyat olmuşam, quzum. Bax, yeməyim ortada qalır. Mən əməliyyat olmuşam, yeyə bilmirəm. Bax, peki, bax, görürsən, 2 qaşıqdan artıq mən yemək yeyə bilmirəm. Mən də kökədən qazlı sudur, kola zadlı içirəm. Bəli, həyat hər adamın nə vaxt mədəmdən əməliyyat olmuşam, bir də üzümdən, bir də dişimdən implant yerləşdiriblər. İndi gedəcəm, qoyacaqlar dişlərimi. Amma danışa bilməyəcəm, sonra iş orasındadır. Nədənsə boynumun burası ağrır dostlar. Bax, əsəb də keçirdən kimi də Allah bəlasını vermişlər. Ağrılar bıraxdı, süper. Süper gün olsun. Mənim ürəyim gəldi, xoş gəldin, ay mənim ürəyim. İnşallah süperisin. İnşallah. Yox bacı, bəyək yatdım, durdum. Əsəbləşdim. İndi aslan gözləyirəm. Nə görüm, gəlib mən deyir, ağzımı cırmaq istəyir. Gəlsin, çıxsın görüm. Gözləyirəm. Mən sabah gələm, bir gün gələm. İstəyirsən orada cır. Tıra bilsənsə orada cır. Problem deyil. Harada istəyirsən səndən görüşərəm mən. Amma bövründəkini də gətir. Əlbəttə ki, bu üçüncünü də mənim ahım qoymayacaq. Bəli, ah yerdə qalmayacaq, ay ürəyim. Sənə zəngilib deyəcəm günəşimin işığı. Mahkimdə mən nə ilə hədəliyirlər, ikisi də ər-arvad. Çox sağ ol, süpəriz, Allah kürməyiniz olsun. Hə, mənə. O gün də öldüm, ölümdən qayıtdım. Bu gün də öldüm, ölümdən qayıtdım. Nazlı, teşekkür edirəm hədiyyən üçün. Bahalı gəl, Nazlı, bahalı hədiyyət. Mən onu yayışdım. Ölmüşəm, qəbirstanlığıma gül tək ötüyorsun. Mən öləndə gətirib o qəbirstanlıq güllər düzəlsiz. Zaten yüce bezdiriblər məni. Qurunaka canımı boğazımdan yedi. Özümə qəst edəcəm. Bax, bunu da bilin. Yəni, bəsdim, çox canımdan bezdirmin. Zaten olsa yaralıyam. Zaten heç nədən yarılmamışam. Hər şeydən küskünəm. Bu dəqiqədə heç kəs mənə qayğı vermir. Məsəl üçün, anamdan, atamdan. Amma yetər. Qurunaka boğazıma çatı salaram. Özümü ya kür ataram, ya özümə qəst edib öldürərəm. Yəni, bu qədər söhbətin altında mən qalmaram. Çok sağ ol Dilber. Teşekkür ederim. Allah razı olsun. Çok sağ ol. Nazlı, teşekkür ederim. Ben o kadar artık eski yazmayın. Alkaş demeyin bir şeydi. Ben istimi görmüşsünüz. Biri deyir alkaşdı, biri deyir narkomandı, biri deyir pozğundu, biri deyir küçədə qalmışdı. Ay bala, onu belə mən küçədə qalsam heç bir padruqa mənim qapısını açmaz. Mən Bakıdan belə qaldım 2 ay, 3 ay. İndi gəncə deyim. Mən pozğun olsam qapıma qoymazlar. Hər kəsin evladı var. Bu jeton satanlar. Bura supermarkete zad oxşuyur. Yalba markete zad oxşuyur. Zakir, teşekkür ederim. Çok sağ ol. Nişanın oldu. Tövbe şeytana. Sen bardağı oğlu da var ha. Neynim Seyit, neynim? Allah verdiği can neynim? Ben bu kadar söhbətdən açmıram. Açanda da ki başım xarab olur iyice. Sultan, teşekkür ederim hediyeniz için. Güneşim şöyle teşekkür ederim hediyen için. Atma bacı, senin de ihtiyacın var.
Ağrılarım qalxdı, candan bağlayası olacağım. Düz desəm deyibə, mən kimin gözü götürür ki? Vallahi desəm ki, altımda maşınım var, villam var, nəyim var. Heç nəyim Hirs yoxdur. yazıbdı ki, bəs o gündən deyir hamilə şəklini paylaşmışdım. Nə? Ay Allah. Mən hamilə deyiləm, ay başında. Mən Ağcakətdə olanda qarnım likördə görürsüz də, gördüm ki, kökəlmişəm. Böyrü üstə duranda hamiləyə oxşuyur. Mən haçanla hamilə qaldım. Mən dədəmin yanında olamayım, nənəmin yanında olamayım. Həyatımda heç bir kişi də yoxdur. Deyəm ki, saxladığım var, gəzdiyim oğlan var. Gülaliyeva yazıbdı ki, niyə deyir ağrıysan, lomkadasan? Yox, şeydir, bankadadır. Çıxartıb qoyacaq qırağa. Xəstə, ay, bu nə sözlərdir yazırsınız? Allah, hər yetin ağzına gələn yazır, Quran haqqı. Giz-gizinə tupoy-tupoy yazırsınız. Səni ahın tutdu, sana boşandı. Ekranı tut bir dənə. Hərf tanıyır bu. Göstərəcəm gözdə tanıyır, yoxsa yox. Ekranları bəyənin, dostlar, zəhmət olmasa. Dost, təşəkkür edirəm. Çox təşəkkür edirəm. Takip atanlar hamınızın qarşılığınızı verəcəm, narahat olmayın. Arzu, o kişi kimdir? Kişi deyil, oğlandır. Adım Orxandır, özüm Göycədəyəm. Arzu ilə 15 dəqiqəlik ara məsafəli yolumuz var. Orxan, elə də danışsan ki, elə bil ki, sevgilim zadında 15 dəqiqə. Hamı elə burada elə başa düşəcək. İndi deyəcək ki, akoşu tapıb. Bilirəm, Quran haqqı bayaqdan yazılanların içində indi də bu dəqiqə deyəcək ki, hamı Akoşun sevgilisən. Bax, bu dəqiqə indi part-apart yazılacaq. 550-560 nəfər adam baxır. Ekranı tutun buz. Niyə? Mən tutmuşam ekranı. Nə yazıb? Hə, valla elə bir sevir. Güzel, sən. 10 yaşına bax, mən yaşıma bax. Bir qız. Mənim 24 yaşım var, uşaqlar. Mənim də 35 yaşım var. Tutuşur sizdə. Diş qoydurmuşum ki, dişim də düşə. Birdən-birə niyə Çörək çox yedi ona görə. Yemək yiyirdi, normaldır. Çolu olmalı. Sən də gündə zavod pekarını çörəyi yesən, o boyda olarsın. İndi yaxşı hədiyyə atın ki, mən də onu pula çevirim, dərman alım, onu iştahımı kəsim. Arzu, haradasan indi? Aslında səndən balacaydı. Ay Allah. Zəhmət bax dedim axı, mən Aslan barəsində kimsə desə, atılacağım nəyə? Var. Birbaşa səssizə. Canlı bağlanana qədər səssiz olasın. Akoşun biri var, nədir? Anlamadım. Akoşun biri var. Sağ ol. Nə? Akoşun biri var. Hə, Orxan, Göygöldə salamlar. Gençlik yerlərdir. Hə. Allah razı olsun. Yəni demək istəyir ki, sevgilisi var da, onu demək istəyir. Mənim? Hmm. Yo, mənim sevgilim olsa nə gəzirəm mən burada? Vallahi nə qədər yesəm kökəlmirəm. İçində qurt var ona görə. Qurtlar imkan verir. Oldu. Arzu uşaq oldu. Nədir? Başa düşmədim. Kimin uşağı? Mən cavab verirəm. Narahat olma, onların hamısına bir-bir mən cavab verəcəm Arzu xanım. Siz başınızı gözünüzü görmün. Düzgün yazın. Ferqi, zəhmət olmasa düzgün yaz. Bici var. Bax, bu bici var sözü mənlə başa düşün. Yazıb ki, Seyid balası yazıb ki, Arzu səni əsəb elə halsız edir. Düzdür. İnsan nə qədər əsəbləşirsə, o qədər
düşür də. Haldan hala düşür. Biği deyir. Sən də deyəm, düz yazdın axı biği. Gözümdən yuxu. Mənim gözümdən yuxu tökülmür, yox. Bigi nədir? Biği. Xan, biği deyəndə nəyə nəzər tutursuz? Yəni həyatımda biri var deyilsə, yoxdur. Bığ deyirsən, nə deyirsən? Kimin bığı var? Uf, qızdırmam qalxdı. Bığ deyir. Hə, deyirəm də, bığ deyir. Mənim bığım var, hə. Narin pulum yoxdur da salona getməyim. Olası. Kişi kimi qızdı da. Sənə demir, mən deyir. Orxan deyir, Orxan bığı var. Bir dənə aç görəkdə kamera, irin pıranda sənin cəmat görsün. Gör, bığı var yoxsa yox. Nəyə deyirlər? Mənə talib çıxacaqlar burada. Hə, yaqın ki, bəlkə Yox. bəxtimiz. Yox, bıxsız oğlanım. Saqqalsız, bıxsız oğlanım. Hə, gördünüz. Sən də paran göstərmədin, hə? Açıq göstər. Baya, bax, bəlkə biri burada video kaydı alır. Aslanın sevgilisi necədir? Ayam vax, ayam Deyəcəm, gözlə bizi deyir. Narahat olma, səbir ol. Sən burada da səbir ol, mən deyəcəm. Ay Allah. Allah köməyimiz olsun. Hay canay, Xədicə. Of, Arzun yandım. niyə oxumursan yazım? O ser yorğundur, ağrıyır da indi bir dəqiqə hal-hazırda. Siz yazın, mən oxuyub deyərəm, narahat olmayın. O barədə də fikir bildirər Arzu xanım. O oğlan Mirağayeva oxşadı. Çox sağ olun, minnətdaram. Heç kimi oxşatmayın da, insan insanın özünə bənzəsin, bəs eləyir. Mən də seviyorum, Xədicə. Bəx, əsəbləşmişəm də haldan hava düşdüm, özümdə qızdırmama üşüdürəm. Kostyumu geymirsən? Yox, gəlinlik də onundur. Aslı işini aslan o buralarda. Yazmışam yuxarıda. İndi bir də yuxarıya qalxana qədər millət yazıb tappatarıb qaldıracaq yuxarı. Sən hazır təzədən yaz. Aysa, Allah köməyində olsun. Amma aslan məndən niyə sorumsuzsuz ki? Təzə yazıb nə olub? A, z. O bilir, Nə? onun işi yoxdur. O mənim ürəyimdir. Hə, yox, narahat olmayın. Heç kimin səsi almayacaq. Ən sən deyirəm. Dəqiqə, səbirli ol. Getdik Moskvaya. İbrahim Kurt, teşekkür ederim. Nasılsın İbrahim Kurt? 450 nəfərdən takip gözləyirəm mən. İnşallah siz də takip edin ki, mən də heç olmasa yayınıza da açayım. Arada sırada. Səni də şeytan. Səni də şeytan qoyublar ora. Yox, tülkü. Get, şimdi o. Kimlər gəlib, yeni gələnlər xoş gəlib. Arzu. Zarun verişinə getmişsən. Nədir bu? Başa düşmürəm. Bu Arzu xanım ora şey qoyublar. Sərvət başının üstündə nəsə qoyublar. Bütün həqiqətində təzə çıxan hədiyyələrdən atın. Dər danışdığınızda həqqiyə atın. Yaşa bahalı gelin bacı qurban. Bahalı gelin. Düzdür. Bax, onun tipi gözəldir. Hədiyyə atın da. Təzə çıxan hədiyyələrdən olmamağı atsanız ölərsiniz. Tac atın. Hədəfə nə olar ki? Bax, o dura sushi zad qoymuşuq. Dəstək olun da hədəfə. Soruşunlar, mən heç nə qoymamışım hədəfə. Hədəfdə sushi var. Sushi deyil, kələbək. Hə? Yo, sushi də hə. Zəhmət olmasa izləyin, ekran izləyicilər. Zəhmət olmasa həm ekranı bəyənin, həm hədəfə dəstək olun, həm də söhbət edin. Biz də sizin işlərin söhbətlərinizə söhbət qatılaq. Söz danışaq. Məni də takip edənlər hamınızın takibinə qarşılıq verəcəm.
Kimlər takip atır? Çox sağ olsun, Allah canı sağ eləsin. Ne çıxın Niko çıxır suya Qəbul elə. Kimlər atıb qəbul edəcəm. Narahat olmayın. Salam, necəsən? Yaxşı amma Niko sən necəsən? Sağ ol. Mən sizin fanatınızam. Prosto zəng vurdum ki, sizi salamlayam. Çox sağ ol Niko. Allah canını sağ eləsin. Həmişə sizi izləmişəm, həmişə də sizin fanatınızam. Fanatın köməkçisini də salamladı qaqa. Fanatın köməkçisini salamlayıram. Axşamınız xeyir olsun. Hər vaxtın xeyir, xoş gəlibsən. Xoş Birdən-birə gəlmisiniz. qatılmağın və tək salamlamağın, sonra da deyirsiniz ki, sizə zəng elədim ki, sizi bir salamlayaq. Bura zəhdiyə, bu müsafirdir. Müsafir istəyinə qatılıbsınız, xoş gəlibsiniz, axşamınız xeyir Bilirəm, mən olsun. belə yerlərə çox girmirəm, heç kimlə də danışmıram. Sadəcə Arzu xanımı verişlərdə görmüşəm, yəni burada görmüşəm. Sadəcə yəni bir fanat kimi çox xoşuma gəlir. Həm çox gözəl sözlər danışır, həm mədəni xanımdır. Yəni çox xoşuma gəldi. Yəni ona görə Bu Azərbaycanın belə xoşuna gəlir. Kimin xoşuna gəlmiş ki, zaten. ona görə Safirə girdim ki, biraz sözlərimi deyim, xoş sözlərimi deyim. Yəni bilsin ki, yəni ki, mənim kimisi, məndən də yəni insanlar Arzu xanım fanatları var. Düzdür. Girə yazıbdı ki, Arzu xanım müğənnidir. Yox, şeydir, adı nədir? Musiqi məktəbində dirijor işləyir. Məzəsən, ey Allah haqqı, bu kimdir ya Allah ya, bu temadır bunun haqqı. Niko haralsan? Mən haralıyam? Arzu dəlidir. Sən ağıllı ol heç olmasa. Bakılıyam, Bakılı. Arzu dəlidir. Neçə yaşın var Niko?